Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Birincisi, əziz və qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizə böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabını qulun ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Yəni təqvalılarınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaqdırmaq olur, bu sifəti qazanmaq olar. Və ilk öncə Allah sonsuz sayıda həmçinin Allah olsun ki, Allah Subhanahu Taala belə bir fürsət verir. Bu cürə toplanırıq, Rəbbimizi xatırlayırıq, onun ayətlərini oxuyuruq. Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə olan nəsihətlərini, kəlamlarını oxuyuruq. Bu böyük bir neymətdir və buna görə Rəbbimizə sonsuz sayıda həmçinin Allah olsun. Böyük tabinlərdən olan Həsən el-Basri rahimehullah deyirdi ki, insana yəni ünsiyyət olaraq Quran insana kifayət edir. Ünsiyyət olaraq insana Quran kifayətdir. Həqiqətən də o vaxtki salihlərə baxanda onlar öz vaxtlarını Allahın kitabını oxumaqla, onu tədəbbür etməklə, onu başa düşməklə keçirdilər. Necə ki, İbn Məsud radiyallahu anh deyir ki, biz 10 dənə ayə oxuyurduq, əzbərləyirdik, əməl edirdik, ondan sonra nə edirdik? Keçirdik digər 10 ayələr. Ona görə də insanın yəni Allahla ünsiyyəti Quran-ı Kərimdir. Çünki Quran-ı Kərim Allahın kəlamıdır. Biz buna bu cür nə etibar edirik ki, Quran Allahın kəlamıdır. Allah Subhanahu taala o Quranı göndərib ki, aləmlərə ki, insanlar oxuyub onu nə etsinlər? Əməl etsinlər, yaşasınlar. Ona görə də müsəlman yeganə dünyada bir kitabdır ki, hansı ki, insan oxuduqca onu savabdırlar. Ama başqa kitabları oxuyursa ondan savab gəlmir, dünyalı kitablara. Və yaxud da ola bilər ki, elə kitab oxuyursun, günah da qazanırsan ondan. Ona görə də Allahın kitabı yeganə kitabdır ki, sən oxuduqca savabların artır. Həm cənnətdə də dərəcələrin artır. Çünki biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, qiyamət günü yəni insanlar nə qədər çox Qurandan surə bilirlərsə, o ilə dərəcələri nə edəcək? Ayə bilirlərsə, o ilə dərəcələri cənnətdə artacaq, bəli. Ona görə də müsəlman, yəni ünsiyyət olaraq Həsən el-Basri rahimehullah deyər ki, Quran insana kifayətdir. Oxuma, Allahla ünsiyyət. Sonra deyir ki, öyüd nəsiyyət olaraq da insana ölüm kifayətdir. Yəni, əgər bir insana öyüd nəsiyyət vermək istəyirsənsə, ona ölüm xatırlamaq nədir? Kifayətdir. Çünki ölüm elə bir hadisədir ki, hər bir kəs onu dadacaq. İstəyir kafir olsun, istəyir müsəlman olsun, istəyir ateist olsun, istəyir dinsiz olsun, fərq etməz. Hamı bilir ki, öləcək. Dinsiz də bilir, iman əhli də bilir ki, öləcək. Ona görə də insana öyüd nəsiyyət vermək istəyirsənsə, yəni ona kifayət edər ki, nədir? Ona nəsiyyət edərsən ki, insan nədir? Düşünsün ki, ölüm haqdır və bir gün bu dünyada düşəcək, Allah'a qovuşacaq və Allah Subhanahu Taala'nın huzurunda duracaq və Allah Taala arada heç bir vasitəçi olmadan, tərcüməçi olmadan sənə danışacaq və etdiklərinin hər birisini sənə xəbər verəcək. Və ölüm elə bir hadisədir ki, insan onunla ibrət alır, insan oturub düşünür, salihlər gedərdilər. Peyğəmbər sallallahu aleyhi ve sellemin nəsiyyətinə əsasən qəbirləri ziyarət edin. Niyə görə ziyarət edin? Qəbirstanlıqda nə var ki, ziyarət ediyorlar oranı? Çünki qəbirstanlıq elə bir yerdir ki, insan gedib bir anlıq, bir dəqiqə orada dayansa, sükut içərisində. Çox şey ona aydın olacaq, çox şey düşünəcək. Düşünəcəksən ki, burada yatanlar nə vaxtsa yer üzündə gezirdilər. Pulları var idi, evləri var idi, villaları var idi, maşınları var idi, bahalı. Amma bu günləri torpağın altındadılar və sorğu-sualdadılar. Və sən də varından, dövlətindən, vəzifəndən asılı olmayaraq sən də ona gedəcəksən. Ona görə də öyüd nəsiyyət olaraq Həsən el-Basri rahimehullah deyərdi ki, ölüm insana nədir? Kifayətdir. Və sevən olaraq deyir, Allah yetər. Həsən el-Basri, sevən olaraq insana Allah yetər. Ona görə də İbrahim əleyhissalam üçün deyirlər ki, Allah Taala İbrahim əleyhissalamı niyə görə imtihan etdi oğluna? Çünki oğluna daha çox bağlanmışdı ona görə. İbrahim əleyhissalam İsmailə daha çox bağlandığına görə qəlbində. Ona görə Allah Taala deyir ki, apar kes onu. O da Allahın əmrini yerinə yetirir. Həmçində İsmail da razılaşır. Ona görə də
insanın ən böyük sevgisi Allah Subhanahu taala olmalıdır. Ən böyük sevgisi insana Allah Taala olmalıdır. Və insan daima Allah Subhanahu taala'nın əmrlərini yerinə yetirməklə, onun qadağalarından çəkinməklə, Allah Subhanahu taala'ya yaxınlaşmağı özündə etməlidir, çalışmalıdır. Buna görə də insan bütün sevgilər hamısı, yəni necə deyirlər, o deyir, kimi sevirsənsə bir gün ondan ayrılacaqsan bu dünyada. Kimi sevirsənsə, nə qədər sevirsənsə sev, bağlan. O ilə mütləq ayrılacaqsan bu dünyada. Amma Allah Subhanahu taala'nın sevgisi elədir ki, qiyamət günü səni nə edəcək? Sənin köməyinə gələcək. Və həmçinin Həsən el-Basri rahimehullah deyərdi ki, elm olaraq Allah qorxusu nədir? Kifayətdir insana. Elm olaraq Allah qorxusu insana kifayətdir. Həqiqətən də Allah Taala da Quranda buyurur ki, Allahdan ən çox alimlər qorxar. Allahdan ən çox alimlər qorxar. Niyə? Çünki Rəblərini daha çox tanıdıqlarına görə, Allah Subhanahu taala'ya əmrlərini daha çox yerinə yetirdiklərinə görə, qadağalarından daha çox çəkindiklərinə görə, Allah'a daha çox sevdiklərinə görə Allah Subhanahu taala elm əhlinin dərəcəsini qaldırır. Ona görə də Allah Taala Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir yeri məhv etmək istədikdə, dağıtmaq istədikdə onların birinci alimlərdən əlinə alın. Alim insanlar oradan gedir. Alim insanlar oradan gedəndən sonra da kimlər var? Cahillər. Cahillər də ağızlarına gələn fətvanı verib, insanları nə edəcək? Azdıracaqlar. Həm özləri məhv olacaq, həm də insanlar nə verir? Onları qulaq asanlar məhv olacaq. Ona görə də elm olaraq insana Allah qorxusu kifayətdir. Çünki Allah Taala da Quranda buyurur ki, yəni insan elm aldıqca, oxuduqca, öyrəndikcə Allah Taala onun qorxusunu, Allaha olan təqvasını nedir? Artırır. Allah qorxusu olduqca, Allah qorxusu çoxaldıqca insanın elmi də artır. Və həmçində Həsən el-Basri rahimehullah deyərdi ki, sonuncu, cahillik olaraq Allahla aldanmaq insana kifayət edir. Cahillik olaraq Allahla aldanmaq nə deməkdir? Yəni insan düşünür ki, o necə ki bizdə deyirlər bu dinsizlər, imansızlar. Allahdan qorxmaq deyil lazımdır. Allahı sevmək lazımdır. Allahı deyil sevmək lazımdır. Amma nə istəyir də? İnsan Allah'a sevir deməklə, yəni Allahdan qorxmaq lazımdır. Nə istəyir? Baxırsan insanın həyatı bütün günahlar. Nə istəyirsən yer. Deməli səndə qorxu yoxdur da Allahdan. Deməli Allah Subhanahu taala'dan qorxmaq lazımdır. İnsanda qorxu olanda o qorxu səni qoymur aşmağa o şey, həddir. Allahın sərhədlərini keçməyə, qadağalarını keçməyə qoymur. Amma qorxu olmasa sən eləyəcəksən ona. Qorxu olmasa sən ona edəcəksən. Həmçinin biz dünyavi məsələlərlə də götürsək, qorxu olmasa ölkədə xaos olar. Niyə görə xaos olar? Çünki insanlar nə istəyəcək eləyəcəklər. Amma qorxu olanda, əmir qorxusundan olanda, evdə atanın qorxusu olanda, insanlar nə edir? Uşağı övlad çəkilir ki, atam indi gələcək, görəcək, danlayacaq, vuracaq və s. Onun üçün Allah Subhanahu taala da rəhimlidir, mərhəmətlidir, lakin onunla bərabər Allah Taala şədidül iqab, yəni intiqamı şiddətli olandır. İnsan gəlib onu nə etsin, heç vəziyyətdən çıxarmasın. Bu Həsən el-Basri rahimehullah da olan qısa bir nəsihət idi. Allah Subhanahu taala dua edirəm ki, Allah Taala bizə işini faydalardan etsin, bizləri əfv etsin, bizləri bağışlasın. Subhanallah, Allahümme, ben diye yaşanan Allah razı olsun.